Ağacların gübrələməsi haqqında danışırıq. Bugün ağaclara, bitkilərə hansı gübrədən istifadə etməliyik? Bu haqda danışırıq. İlk öncə bitkilərə, ən əsası da ağaclara mütləq üzvü gübrədən istifadə etməlisiniz. Üzvü gübrələrə daha çox üstünlük verin. Mineral gübrələr də olmalıdır, amma az miqdarda. Üzvü gübrələrdən toyuq peynidir, mal peynidir, biohumusdur, kompostdur və s. bu kimi gübrələrdən rahatlıqla istifadə edə bilərsiniz. Hal-hazırda gördüyünüz bu toyuq peynidir. Baxın, qranul formadadır. Sönmüşdür. Yəni bunun yaşlıq dərəcəsi yoxdur. Əgər bacarırsınızsa sönmüş mal peyni tapsaz, ağaclara sönmüş mal peynindən istifadə edin. Və bir də burada gördüyünüz kimi leonardit var. Bu isə torpağı yaxşılaşdıran qranul formada. Baxın, məhsuldur. Bunun toz halında olanı da var, qranul formasında olan da var. Torpaqda mikroorqanizmlərin fəaliyyətini gücləndirir, sürətləndirir və mineral gübrələrdən isə əsasən fosfor, kalium tərkibli gübrələr istifadə etməlisiniz. Azot gübrəsi mineral gübrənin tərkibində az olmalıdır. Fosfor, kalium isə çoxluq təşkil etməlidir. Əgər bitkilərə, ağaclara azot çox versəz, risklidir, problem yarada bilər. Üzvü və mineral gübrələrin verilmə qaydasında əsas məqsəd azot az olmalıdır, yaş peyin olmamalıdır. Bunlar diqqət mərkəzində saxlanılmalıdır. Hörmətlər.